Salam uşaqlar, gəlin bugün üçbucaqlarla tanış olaq. Üçbucaqlar bir düz xətt üzərində olmayan nöqtədən və bu nöqtələri cüt birləşdirən parçalardan ibarət figurlardır. Yəni bu qayda belə deyək, tərif sizə lazım olacaqmı? Xüsusilə yox, amma ki təbii ki də öyrənməyinizdə fayda var. Uşaqlar üçbucağın təpə nöqtələri baxın bulardır. Bu nöqtə, bir təpə nöqtə, 2 təpə nöqtə və 3 təpə nöqtə. Üçbucağın 3 dənə təpə nöqtəsi var və bu hər 3 təpə nöqtə əlifbanın böyük hərfləri ilə işarə olunacaq uşaqlar. ABC üçbucağı, MNK üçbucağı nə istəsəz. Və həmçinin bu təpə bucaqlarında yaranan bir boşluq var. Həmin o boşluğa da biz bucaq deyirik də, bu boşluğu hər kəs tanıyır. Bu bucağa A bucağı deyəcəyik. Amma ki yazılışı necədir müəllimə onu desəz, baxın belə bucaq A. Bu boşluğa deyəcəyik bucaq B. Bu boşluğa da deyəcəyik bucaq C. Təbii ki də burada siz deyəcəksiniz ki, müəllimə bəs alfabetdə qamma hara getdi? Təbii ki, alfabetdə qamma versələr, ondan istifadə edəcəyik. O başqa bir mövzu. Amma verməsələr, sadəcə ABC üçbucağı versə, o zaman mən bucaqları belə adlandıracağam. Yaxşımı uşaqlar? Və yaxud mən bu bucağı adlandırmaq istəyirəm, düzdür bu. A bucağı dedim buna. O problem deyil. Bir də uşaqlar, ortada A-nı demək şərti ilə mən buna ad verə bilərəm. Belə ki, baxın belə. B, A, C bucağı deyə bilərəm buna. Bucaq B, A, C. Və yaxud C-dən başlayaraq bucaq C, A, B deyərəm buna. C, A, B. Nəticə etibarilə sizə demək istədiyim, çatdırmaq istədiyim odur ki, 3 dənə hərflə verilən bucaqlarda həmişə siz hansına baxırsınız? Ortaya. Məsəl üçün, indi mən sizə desəm ki, uşaqlar, A, B, C bucağı haradır? Siz deyəcəksiniz, ortada kim qalıb? B. O zaman hansı bucaqdan söhbət gedir? Baxın bu bucaqdan. Sonra mən sizə desəm ki, uşaqlar, B, C, A bucağı hardadır? Siz baxacaqsınız ki, C bucağından söhbət gedir ortadakı. Deməli, C bucağı hardadır? Baxın burada. Yəni, 3 dənə hərflə veriləndə ortadakına baxırsınız ki, hansıdırsa onu bucaq şəklində götürürsünüz. Oldu mu? Sonra davam edək uşaqlar. Üçbucağın tərəfləri. Üçbucağın tərəfləri uşaqlar, yenə deyirəm, heç bir şey verilməsə, balaca hərflərlə işarələmə olmasa, belə gedəcək. Bu AB tərəfidir. Tamam mı? Bu BC tərəfidir. Hansı iki nöqtəni birləşdirilmişsə o da yəni. Bu isə AC tərəfidir. Oldu mu? Hansı iki dənə nöqtəni birləşdirmişsə onu desəz kifayətdir. Amma və lakin siz tərəflərə balaca hərflərlə də ifadə edə bilərsiniz, işarə edə bilərsiniz. Bu tərəfə A deyirəm, bu tərəfə B deyirəm, bu tərəfə də C deyirəm. Və salam. Bu da olur ABC üçbucağı. Amma ABC üçbucağı adlandıranda böyük hərflərlə adlandırır. ABC üçbucağı deyəndə yəni ABC yazmayın. Belə olmaz. Qətiyyən. ABC. Oldu uşaqlar. Aha. İndiki tərəfləri vermişik. Gəlin bunların perimetrini tapaq. Üçbucaqların perimetri necə tapılır? Ümumiyyətlə uşaqlar, təkcə üçbucaq yox, biz bütün figurlarda, yəni bizim tanıyacağımız bütün figurların perimetrini tərəflərin cəmi ilə tapırlar. Yəni bunun perimetri olacaq nə? A plus B plus C. Və uşaqlar, burada hal-hazırda bizə lazım deyil, amma qarşıda lazım olacaq yarım perimetr anlayışı var. Yarım perimetri balaca P ilə işarə edirlər. Balaca P-ni biz öz hərfimizlə belə yazım ki, biləsiniz ki, nədir? Balaca P bərabərdir. Təbii ki də perimetrin nə ilə? A plus B plus C-nin yarısına. Yəni A plus B plus C nədir? Perimetri də bilirsiniz. Yəni normal perimetr tərəflərin cəmi, yarım perimetr isə tərəflərin cəminin yarısıdır. Və salam. İndi soruşa bilərsiniz ki, müəllimə, bu bizim nəyimizə lazımdır? Yəni biz yarım perimetrdən nə edə bilərik? Uşaqlar, mən tərəfləri həmişə keçən kimi, tərəflərdən, perimetrdən məlumat verən kimi sizə Heron düsturunu keçirəm. Çünki tərəfləri, perimetri biləndən sonra uşaq bilməlidir ki, təkcə tərəflər verilərsə, mən üçbucağın sahəsini tapa bilirəm. O da hansı düstur olacaq? Heron düsturu. Heron düsturu ilə tanış olaq. Bunu biraz balacaladım. Bunları silək. Keçmişdən qalıblar. Aha. Bizə aha, davam edirik uşaqlar. Deməli, perimetri tapdıq. İndi gəlirik Heron düsturuna. Heron düsturu nəyin tapılmasıdır uşaqlar? Sahə tapılmasıdır. Tamam mı? Heron düsturunu necə işarələyirik? Necə yazırıq daha doğrusu? S bərabərdir. Kök altda. Yarım perimetr vur. Yarım perimetr çıx birinci tərəf. Yarım perimetr çıx ikinci tərəf, B tərəfi və yarım perimetr çıx üçüncü tərəf. Və salam, qutardı getdi. Bundan da perimetri tapacaqsınız, sahəni tapacaqsınız. Sahəni uşaqlar, deməli necə tapırıq? Əgər üçbucağın üç tərəfi də verilib A, B, C.
Üç tərəfdə verilibsə, üç tərəfin uzunluğu belə deyək, verilibsə. Sonra nə edirsiniz? Perimetr tapırsınız, amma sizə yarım perimetr lazımdır. Yarım perimetr tapandan sonra isə düsturu tətbiq edirsiniz. Bir də misal tapım, onun üzərində gedək uşaqlar. Mən misal tapa bilmədim uşaqlar, amma yenə də yadımda qalan bir misal var. Gəlin ondan bir yerdə işləyərik. Məsələn, mən sizə 3 bucaq vermişəm. 3 bucağın tərəflərinə vermişəm 10, 17 və 21. Deməli, indi bizə deyir ki, bu 3 bucağın sahəsini tapın. Sahə. Siz də bilirsiniz ki, mən birinci sahəni baxıram ki, hansı üsulla tapa bilərəm. Tərəflər verilibsə, mənim üsulum ancaq gəlir Herona. Heronu tapmaq üçün mən yarım perimetr tapıram. Yəni 10, 17, 21-i toplayıb yarıya bölürəm. Bu da eləyir deməli 27, 27-nin üstünə də 21 gələndə eləyir 48 bölü 2, 24. 24. İndi uşaqlar nə edəcəm? Heron düsturunu tətbiq edirəm. S bərabərdir. Kök altda. Kök altını axırda qoyarıq. Yarım perimetr, yəni 24 vurulsun. 24 çıxılsın birinci tərəf. 10. Vurulsun. 24 çıxılsın ikinci tərəf. 17. Vurulsun. 24 çıxılsın üçüncü tərəf, yəni 21. Və kökü bağladım. İndi uşaqlar, baxın bura qədər hər şey aydınsa hesablamaya keçəcəm. Deməli, yarım perimetri tapdım. Baxın, gedişata baxın, yarım perimetri tapdım. Yarım perimetrdən sonra sahə düsturunu tətbiq elədim. S bərabərdir, P vurulsun, P çıx A. P çıx A nədir? P'dən yəni birinci tərəf, sonra P çıx B, ikinci tərəf, sonra P çıx C, üçüncü tərəf. Və həmin düsturu mən bura tətbiq elədim. Şimdi, indi hesablayaq. Kök altda 24 vur, 24-dən 10 çıxanda 14 vur, 24-dən 7 çıxanda 7 vur, 24-dən 21, 3. Və təbii ki də, uşaqlar, biz düzdür, kök altı keçməmişik, amma hər halda biz bilirik ki, bu ədədi vurub kök altından çıxartmaq daha çətin olacaq. Nəinki parçalayıb. Mən də nə edirəm? 24-ü ayırıram 8 vur 3 kimi. Baxın, 24-ü 8 vur 3 kimi göstərdim. 14-ü yazıram 7 vur 2 kimi. Baxın, 14-ü 7 vur 2 kimi. 7-nin özünü yazıram, 3-ün də özünü yazıram. İndi baxıram uşaqlar. Baxın, burada 2 dənə 3-dən mənə 1 dənə 3 çıxır. Vurulsun. 2 dənə 7-dən 1 dənə 7 çıxır. 8-i də 2-yə vuranda eləyir 16. Kök altda 16-dan neçə çıxır? 4 çıxır uşaqlar. Bu da eləyəcək neçə? 21, 84. Və salam. Deməli, sizin sahəniz neçədir? 84-dür. Aha, bu da belə. Ümid edirəm ki, Heron düsturu sizə o qədər də qəliz və yaxud da ki, çətin gəlməyəcək. Nəyə görə uşaqlar? Çox asan sahə düsturudur da, yəni. Sadəcə olaraq daha çox biz AH bölünsün 2-dən danışırıq. İndi ondan da danışacağıq növbəti dəqiqələrdə. Deməli uşaqlar, indi üç bucaqlardan danışaq. Üç bucağın daxili bucaqlarını uşaqlar alfa, beta və qamma ilə işarələyiblər burada. Görürsünüz, alfa, beta və qammanı. Alfa, beta, qammalar daxili bucaqlardır. Daxili bucaqların cəmi 180 dərəcədir. Bu, hər çox bucaqlıya aid deyil uşaqlar. Yadda saxlayın, çox bucaqları ayrıca dərs kimi keçəcək onsuz da. Xarici bucaqları alfa ştrix, beta ştrix və qamma ştrix kimi qoyublar. Uşaqlar, bu şəkildə elə belə yazılmışkən sizə bir şey göstərmək istəyirəm. Baxın, bu qammanın duruşuna baxın. Bir düz xətt üzərində durublar. Görürsünüz? Nə badə, əgər mən bunu tutaq ki, burada verməsəm. Məsələn, bunu qaralayıram. Bunu burada yox. Burada versəm qamma ştrix. Biz bunları qarşılıqlı bucaq, əstəğfurullah. Biz bunları xarici və daxili bucaq kimi qələmə ala bilmərik. Yəni, qammanın bu qamma ştrix, bu qammanın xarici bucağı deyil. Bunlar qarşılıqlı bucaqlardır. Elə bu qammanın özünə bərabərdir ki, qəti sürətdə bəzi kitabda deyəsən topluda idi, yoxsa haradaydı bilmirəm. Bu misalı verirlər və sizi çaşdırırlar. Amma biz nəyirik? Çaşmırıq qəti sürətdə. Deməli, bizim daxili bucaqla xarici bucaq bir düz xətt üzərində olmalıdır. Baxın, ya belə, belə. Ya da düz xətti görürsünüz, belənçinədir. Onda mən burada qamma ştrix verə bilib, qamma ştrixi beşə yazdım, qamma ştrix verə bilərəm və qamma ilə qamma ştrixə nə deyə bilərəm? Xarici bucaq və daxili bucaq deyə bilərəm. Nə badə qarşılıqlı bucaq olmasın, tamam mı? Aha. Deməli uşaqlar, indi xarici bucaqlar alfa ştrix, beta ştrix və qamma ştrixin cəmi neçə dərəcədir? 360 dərəcə. Yadda saxlayın uşaqlar, bütün təkcə üç bucaq üçün yox. Bütün xarici bucaqlar, çox bucaqlılarda belə deyək, 3 bucaq, 4 bucaqlı, kvadrat, 6 bucaqlı, 12 bucaqlı, 18 bucaqlı, 100 bucaqlı fərqi yoxdur. Bütün çox bucaqlılarda xarici bucaqların cəmi həmişə 360 dərəcədir. Deməli, bütün çox bucaqlarda xarici bucaqların cəmi neçə dərəcə dedik? 360 dərəcə. Mənim ən sevdiyim qeydlərdən biri bucaqlarla bağlı uşaqlar. Sırf bu qeyddir. Belə ki, 3 bucağın bir xarici bucağı özünə qonşu olmayan 2 daxili bucağın cəminə bərabərdir. Məsələn, mən sizə belə bir 3 bucaq vermişəm.
Mən sizə belə bir şəkil çəkirəm. Gəlin birinci sadədən başlayaq sonra. Məsələn, bura mən sizə 50 vermişəm. Buranı isə məsələn 60 vermişəm. Mən sizə deyirəm ki, bu xarici bucağı tapın. X. Bu xarici bucaq. Özünə qonşu olmayan. Baxın, qonşusu yoxdur. Görürsünüz bunun? Bunun qonşusu görürsünüz? Buradakı bucaq yoxdur. Yoxdur heç nə. Sual. Heç nə bilmirəm ki. Amma mən bilirəm ki, özünə qonşu olmayan bucaqlar 50 ilə 60-dır. X-a, baxın uşaqlar, yenə deyirəm, X-in qonşusu buradır. Amma bu yoxdur. Amma X-a qonşu olmayan 60-dan 50 var. Deməli, X nəyə bərabər olacaq? 60-dan 50-nin 50 ilə 60-ın cəmini. Yəni 110 dərəcə. Və yaxud da ki, bunu şəkil içində də görə bilərsiniz. Məsələn, 3 bucaq çəkilsin. Məsələn, sizə belə bir şey versin. Məsələn, belə bir şey verilsin sizə. Buranı məsələn 130 versin. Buranı isə məsələn, nə bilim, 80 versin. Sizdən buranı istəyər, X. İndi siz də baxırsınız ki, nə əlaqə müəllimə belə bir misal. O əlaqə ki, uşaqlar, baxın, buradakı 3 bucağı görürsünüzmü? Buradakı 3 bucaq. Bu 130, bu 130. Həmin o 3 bucağın xarici bucağıdır. Görürsünüzmü? 3 bucağın, görürsünüz, xarici bucağıdır 130. Bir xarici bucaq özünə qonşu olmayan 2 daxili bucağın cəmidir. Yəni, X-in üstündən 80 gəlsə məsələn 130 alınar. Sən demə, X də neçəyə bərabər olar? 50-yə. Və salam, tart getdi. Bu qaydanı başa düşsəz uşaqlar, bir çox misallarda qabağa düşmüş olacaqsınız. Məndən sizə demək. Gəldik növbəti qayda. İxtiyari 3 bucaqda böyük bucaq qarşısındakı tərəf, böyük, kiçik bucaq qarşısındakı tərəf isə kiçik olacaq. Bu naməlum bir şey deyil. Çox məlum bir şeydir də, yəni uşaqlar, həddən artıq dərəcədə. Siz zaten bilirsiniz ki, 6 tərəfin qarşısında duran, 8 tərəfin qarşısındakı durandan daha kiçik olacaq. Belə ki, uşaqlar, məsələn, mən sizə vermişəm. Tutaq ki, belə. Tutaq ki, 8, 9, 10 olsun. 10. İki tərəfin cəmindən 3 bucaq bərabərçiliyimiz ödənir. İndi 3 bucaq bərabərçiliklərindən də danışacağım. Deməli, uşaqlar, bura alfa verirəm, bura beta verirəm, bura isə gamma verirəm. İndi uşaqlar, deyirəm ki, hansı bucaq ən böyükdür? Siz baxacaqsınız ki, hansı tərəf ən böyükdür? 10. Deməli, onun qabağındakı beta ən böyük olacaq. Beta böyükdür nədən? Sonra hansı tərəf gəlir? 9. 9-un qabağında kim qalıb? Alfa. Beta alfadan böyükdür. Və sona da kim qalır? Təbii ki də 8. Beta alfadan, alfa da gammadan böyükdür. Bax belə. Bunun əksi ola bilərmi? Ola bilər. Məsələn, bizə ən məşhur suallardan biri. Yəni, onu elə topludan göstərim. Aha. Baxın, uşaqlar, bu sualları tanıyırsınız. Görürsünüz bu sualları. Ən böyük hansıdır? 8. O zaman 8-in qarşısındakı alfa ən böyük olacaq. Sonra hansıdır? 7-nin qarşısındakı beta. Sonra hansıdır? 5-in qarşısındakı gamma. Yəni, bunların hamısı belə ardıcıllıqla gedir. Buradakı amma maraqlı sual budur. Baxın bu. Sırf bu. Bunu böyük bir şəkildə buradan çəkin. Çəkə bilmədim. Sizə belə. Aha. Təxmini çəkdim uşaqlar. İndi bizə deyir ki, bura, məsələn, 7-ci suala gəlin baxaq. Bura 2 alfadır. 2 alfa. Bura alfadır. Və bizə bu bucaq haqqında heç nə verməyib. Heç nə. Özümüz təsəvvür edəcəyik. Artıq bizim üçün sadədir. A, B və C verib. Biz görürük ki, uşaqlar, bu bucaq, bax, bu tərəf. Bu tərəflər. Bu tərəfdən kiçikdir. Eləcə də bu bucaq. Görürsünüz? Hamısından nə olacaq? Böyük olacaq. Kör bucaqdır axı bu. Kör bucağı yəqin ki tanıyırıq da. Bəli, həndəsənin əsas anlayışını keçmişik biz. Kör bucağın qarşısındakı, təbii ki də iti bucağın qarşısındakindən daha böyük olacaq uşaqlar. Gəlin, bunu bir beynimizdə aydınlaşdıraq. Aha, kör bucağın qarşısındakı C ən böyük olacaq. Nağd. Sonra qalır bizə 2 alfa ilə alfanı müqayisə eləmək. Belə ki, uşaqlar, 2 alfa alfadan böyük olduğuna görə 2 alfanın qabağındakı beta, daha doğrusu B, alfanın qabağındakı A'dan daha böyük olacaq. Və salam. Deməli, uşaqlar, əlim dəydi, video dayandı. Aha. Deməli, burada biz başa düşdük ki, 2 alfanın qarşısındakı B, alfanın qarşısındakı A'dan daha böyükdür. Çünki 2 alfa həqiqətən də alfadan nədir uşaqlar? Böyükdür. Bunu da başa düşdük. Davam edək. Görə bizi hansı qaydalar gözləyir. Bu qaydanı uşaqlar, baxın bu qaydanı. Siz zaten həndəsənin əsas anlayışlarında xüsusi şəkillər var deyə bax orada görmüşdünüz. Amma yenə də qarşımıza çıxırsa nə gözəl. Bunun amma əsas məsələsi həndəsədə zaten öyrənilmiş. Həndəsənin əsas anlayışlarında öyrənilmişdi. Öyrənmişdik yəni onu. Bu da belə. Keçdik 3 bucaq bərabərçiliyinə uşaqlar və ən sevdiyim. Uşaqlar 3 bucaq bərabərçiliyinin 9-cu siniflərə sadəcə olaraq bu bəs eləyəcək. Digərləri isə daha böyük siniflərə lazım olacaq. Belə ki, uşaqlar biz deyirik 3 bucaq bərabərçiliyində A, B, C. İlk bərabərsizliyimiz uşaqlar ixtiyari 3 bucaq üçündür. İxtiyari 3 bucaq.
İxtiyari üçbucaqda uşaqlar üçüncü tərəf iki tərəfin cəmindən kiçik, fərqindən isə böyük adlanır. Böyük olur daha doğrusu adlanır nə idi? Məsəl üçün C tərəfi üçün yazsam, C tərəfi A ilə B-nin cəmindən kiçik, A ilə B-nin fərqindən isə böyükdür. Burada siz modul işarəsi görürsünüz. Görürsünüz modulları. Modul o demək ki, uşaqlar, siz modulu götürməklə onu demək istəyirsiniz ki, biz burada müsbət ədədə baxırıq. Yəni təbii ki də məntiqlə fikirləşsək, üçbucağın tərəfi mənfi ola bilməz. Həmişə nə olacaq? Müsbət olacaq. Ona görə də siz də məntiqli insanlar olaraq böyükdən kiçik çıxacaqsınız. Yaxşı uşaqlar? Sonra məsələn B tərəfi üçün yazsaq, B tərəfi A ilə C-nin cəmindən kiçik, A ilə C-nin fərqindən böyük olacaq. Həmçinin A tərəfi üçün yazsam, B ilə C-nin cəmindən kiçik, B ilə C-nin fərqindən isə böyük olacaq. Bax belə. İndi gəlin bunu misala tətbiq edək. Görək hələ nə olacaq? Sonrakiləri başa salaram. Məsələn, elə burada gəlin PDF-də topludakı suallara baxaq. Məsələn, perimetr istəmirəm mən. Baxın bu. Məsələn, deyək ki, iki tərəfi 7,8 və 3,4 olan üçbucağın üçüncü tərəfi üçün tərəfinin ən böyük qiymətini, ən böyük mümkün tam qiymətini tapın. Tamam. İndi mən üçbucaq çəkirəm. Bir tərəfi 3,4-dür, bir tərəfi də 7,8-dir. 7,8. Üçüncü tərəf üçün deyil, alına biləcək ən böyük qiymət. Yəni, mümkün olan ən böyük qiymət. X tərəfi nə ilə nə arasında qiymət alır? 7,8 üstə gəl 3,4 və 7,8 çıx 3,4 arasında. Və bunu təbii ki də normal olaraq hesablayırıq. Uşaqlar hər nə qədər bərabərsizlik bilməsək də biz bunları hesablaya bilərik. 7,8 üstənə 3,4 gəldi 12, 1 yadda, 11, 12. Çıxanda isə uşaqlar 4,4 düşür. Və uşaqlar bizə deyir ən böyük tam qiymət. X ən böyük 11 ala bilər. Görürsünüz 11,2-dir bu. Yəni 11-i keçib. Bundan qabaq 11 var idi. Ən kiçik isə X bərabərdir 5 alacaq. Burada isə 4-ü keçib uşaqlar 4,4-dən sonraki ədəd hansı olacaq? 5. Ən kiçik bu, ən böyük isə 11. Ən böyük, ən kiçik. Bu da belə. Sonra uşaqlar, buradakı perimetr məsələsinə gəlin baxaq. Görə elə üçüncü tərəf veriləndə, daha doğrusu üçüncü tərəf verilməyəndə perimetr üçün nələr yaza bilərik. Burada deyir ki, mənə tərəfləri 7-15 cm olan bərabər yanlı üçbucağın perimetrini tapın. Bərabər yanlı üçbucaq olmasın. Biz bərabər yanlını hələ ki nəzərə almayaq. Sadəcə olaraq elə belə üçbucaq olaraq nəzərə alaq bunu. İxtiyari üçbucaqda. Əslində bərabər yanlı üçbucaqda. İxtiyari üçbucaqda. Bərabər yanlı üçbucaqda ixtiyari üçbucaqda uşaqlar. Sadəcə olaraq mən bərabər yanlı üçbucağa yan tərəflərə bərabər verməliyəm. Bura 15-15 yoxsa 7-7 verməliyəm, onu tapmalıyam. Gələn eyb yoxdur, bunu eləyək. Məsələn, deyir ki, bizə bərabər yanlı üçbucaq olsun. Düzdür, mən birinci baxıram 7, 7 və 15 qoymalıyım. Biz bilirik ki, bərabər yanlı üçbucaqda yan tərəflər bir-birinə nə olmalıdır? Bərabər olmalıdır. Hər nə qədər. Bunun haqqında məlumatı ətraflı verəcəm uşaqlar. Amma yenə də. İndi uşaqlar, baxıram 7, 7, 15 qoydum. İndi mən deyirəm, axı, üçüncü tərəf iki tərəfin cəmindən kiçik olmalıdır. 15 7 ilə 7-nin cəmindən bəyəm kiçikdir. Ödənmir axı. Şərt ödənmir. Deməli, bunu qoymaq səhvdir. Deməli, mən yan tərəfi 15, 15 və nə qoymalıyam? 7 qoymalıyım. Həqiqətən də 7, 15 ilə 15-in cəmindən kiçik, fərqindən isə böyükdür. Həmçinin təkcə 7 üçün bu ödənmir uşaqlar. Digər 15 üçün də. Məsələn, 15 tərəfi 15 ilə 7-nin cəmindən digər. Baxın, bu 15 ilə 7 var. 15 ilə 7-nin cəmindən kiçik, 15 ilə 7-nin fərqindən isə böyükdür. Bu üçbucaq bərabərsizliyi ki var uşaqlar, bütün tərəflər üçün ödənməlidir. Sadəcə birinci, ikinci, üçüncü tərəf deyil. Həm 1, həm 2, həm də üçüncü tərəflər üçün ödənməlidir. Yaxşı mı? Bax belə. Və uşaqlar, xatırladım ki, əksər vaxt zaten böyük ədədi qoyurlar yan tərəfə. Amma və lakin sizə desə ki, perimetrinin ala biləcəyi qiymətlər. Gəlin bir dənə nümunə yazım sizin üçün. Məsələn. Neysə, eyb yoxdur, getməli. Deyirəm ki, üçbucağın tərəfləri 5 və 7-dir. Deyirəm ki, sizə uşaqlar, bax, perimetrini tapın demirəm, ha. Mən sizə deyirəm ki, perimetrin ala biləcəyi qiymətlərin vurğuladım, cəmini tapın. Qiymətlər, lər. Nə şəklidir? Cəm şəkilçisidir. Düz deyilmi uşaqlar? Azərbaycan dili məncə bilirsiniz hər kəs. Bu demək ki, uşaqlar, mən buradan sənə ipucu verirəm, ey gözəl insan. Mənim perimetrimin bir dənə qiyməti yoxdur. Birdən çoxdur qiyməti.
Və biz baxırıq ki, həqiqətən də mən bərabər yanlı üçbucaq çəksəm, ki uşaqlar burada bərabər yanlı üçbucaqdan söhbət gedir. Bərabər yanlı. Bərabər yanlı üçbucaq çəksəm, tərəflərə bu 5-dir. 5, 5, 7 versəm və mən üçbucaq bərabərliyinə baxsam, 7, 5 ilə 5-in cəmindən kiçik, fərqindən isə böyükdür. Əla. İndi bu 5 üçün baxın. 5, 7 ilə 5-in cəmindən kiçik, fərqindən böyükdür. Deməli, üçbucaq bərabərliyi ödənirsə, mən yan tərəfə kiçik verdim. Halbuki bayaqkində demişdim ki, yan tərəfə nəyi verək? Böyükləri. Deməli, bəzi vaxtlarda yan tərəflərə balaca ədədi də vermək olar. Tək ki, əsas məsələ nə ödənsin? Üçbucaq bərabərliyi ödənsin. Hər şey ödəndi. Tərəflər ödəndi. Deməli, birinci perimetrim neçə olacaq? 5, 5, 7, 17. Düzdürmü? 5, 5, 7. Tərəfləri topladım. İndi perimetrin bu birinci qiymətidir uşaqlar. Perimetrin birinci qiymətini tapdım. İkinci qiymətə gedirəm. İkinci qiymətdə isə bərabər yanlı üçbucaqda tərəflərə 7, 7 və 5 verirəm. 7, 7, 5 verirəm uşaqlar. Həqiqətən də 5, 7 ilə 7-in cəmindən kiçik, fərqindən böyükdür. Həmçinin bu 7 üçün baxaq. Məsələn, 7, 7 ilə 5-in cəmindən kiçik, fərqindən böyükdür. Üçbucaq bərabərliyi ödəndiyinə görə hər şey qaydasındadır. Deməli, bunu da perimetrini tapa bilərəm. Perimetri 7, 7, 5, 14-ün üstünə 5 gələndə eləyir. Deməli, 14-ün üstünə 5 gələndə eləyir 19. Perimetrin ikinci qiyməti 19. Birinci qiymət 17, ikinci qiymət 19. O zaman mən perimetrin ala biləcəyi qiymətlərin cəmi 17 ilə 19-u toplayıram. Eləyir 36. Və salam. Baxın inşallah, bu qədər sadə. Perimetrin ala biləcəyi qiymətlərlə perimetrin ala biləcəyi, baxın, perimetrini, üçbucağın perimetrin ala biləcəyi qiyməti. Baxın, bu cümlələrə fikir verin. Siz həqiqətən riyaziyyat həll eləmək üçün Azərbaycan dilini yaxşı bilməlisiniz uşaqlar. Məndən sizə demək. Yəni cümlənin mahiyyətini, nöqtəsini, vergülünü möhtəşəm şəkildə bilməlisiniz ki, sizə nə deyirsə onu başa düşəsiniz. Davam edək uşaqlar. Perimetrdən bağlı bir dənə də sual eləmək istəyirəm, sözün açığı. Tapdım. Baxın bu tip suallar. Burada bərabər yanlıdan söhbət getmir. Sadəcə olaraq deyir üçbucağın iki tərəfi. Deyir ki, üçbucağın iki tərəfi. Tamam, mən də üçbucaq çəkirəm. İki tərəfi 2 və 5-dir. Üçüncü tərəfi isə x-dir. Doğrudur mu uşaqlar? X. Mən bunu yeni səhifəyə keçirdəcəm. Keçirmədim. Aha. Deməli uşaqlar, üçüncü tərəfə də x deyirəm mən. Və baxıram ki, mənə deyir ki, üçbucağın perimetri üçün hansı münasibət doğrudur? Uşaqlar, perimetri üçün mənə üçüncü tərəfin də məlum olduğunu bilirəm. Yəni, mən üç tərəfin cəmini toplayanda perimetri tapıram da. O zaman mən birinci, üçüncü tərəf üçün bərabərlik yazıram. X kiçikdir 5 ilə 2-nin cəmindən, böyükdür 5 ilə 2-nin fərqindən. O zaman x 7 və 3. 3 və 7 arasındakı qiymətləri alır. Doğrudurmu? Gəldi indi nəticə çıxdı perimetrə. Gəlin perimetrdən danışaq. Perimetr üçün də eyni qaydada işarələri qoyuram. Perimetr nədən kiçik, nədən böyük olacaq baxaq. Uşaqlar, perimetr üçün mən 3 tərəfi toplamalıyam, düzdür? 2, 5, üçbucağın öz tərəfləridir. Və üçüncü tərəf kimdən böyük olmalıdır? 3-dən. O zaman mən 2, 3, 2, 5 və 3-ü toplayıram. Bu tərəfdə isə yenə 2, 5 və nəyi toplayacağım? 7-ni. Tamam mı? Bax, bir dəfə 3 tərəfdən 2, 5, bir dənə 3-ünü topladım. 3 tərəfi topladım da. Bir dəfə də 5, 2, 5 və 7-ni topladım. Tamam mı? Siz deyə bilərsiniz, müəllimə buradan 7-ni almır axı. Əlbəttə ki, almır. Burada da perimetr həmin qiymət almayacaq da, ondan bir vahid balacanı alacaq. Sadəcə siz bərabərsizlik kimi göstərəcəksiniz. İndi bir də perimetr olacaq 14 ilə bu da eləyəcək 7, 14 ilə 10 arasında qiymətlər. Görürsünüz uşaqlar, baxın, D variantında var. Yenə təkrarlayıram uşaqlar. 7-ni niyə götürürük deyə sorğulamayın. Zaten 7-ni alır. Məsələn, 14-ü alır bu. Xeyr. Perimetr ən böyük hansı qiymət alacaq? 13, 14 almır ki. Başa düşdünüz nə demək istəyirəm? Yəni 7-ni siz götürün. Onsuz da 7 olanı götürməyəcəksiniz. 7-dən kiçik olanı. Yəni 13-ü götürəcəksiniz siz. Və yaxud da ki, neçə olacaqsa artıq onu götürəcəksiniz. Məsələ sadəcə olaraq sizin doğru aralıq yazmağınızdır. Və salam. Sizdən bu tələb olunur. Tamam mı? Deməli, nə etdik? Birinci, üçüncü tərəf üçün yazdıq. Üçüncü tərəfi tapdıq. Tamam. Ondan sonra perimetr üçün yazdıq. Perimetr üçün 3 tərəfi də topladım. Sonradan da aralığı düzgün şəkildə yazdım. Keçək növbəti bərabərsizliklərə. Növbəti bərabərsizlikdə uşaqlar deyir ki, alfa 90-dan kiçik olanda. Baxın, 3 tərəfdə verilib görürsünüz. Hələlik bunu bağlayaq. Bunu da genişlədək. Baxın, alfa
Bax, bu bucağı görürsünüz. Bu bucaq deyir 90 dərəcədən böyük olsun. Böyük üçün imiş. Böyük üçündür. Bax, böyük olsun. O zaman bizim qaydamız olacaq. Alfa kvadrats A kvadrats üstə gəl B kvadrats kiçikdir C-dən, böyükdür. Kiçikdir A üstə gəl B-dən. Yəni buna aid bir dənə nümunə göstərək. Burada uşaqlar həmişə sizə deməyəcəklər ki, alfa bucağı 90 dərəcədən böyükdür. Sizə deyəcəklər ki, kör bucaqlı üç bucaqdır. Məsəl üçün sizə deyəcəklər ki, üç bucaq A, B, C kör bucaqlı üç bucaqdır. Kör bucaqlı üç bucaq. Tərəfləri məsələn 5 və 7 olarsa, üçüncü tərəfi tap. Üçüncü tərəf. Neysə də uşaqlar. Tərəf yazmağa ərinirəm biraz. Üçüncü tərəfi tap. Tamam. Mən bilirəm ki, kör bucaqlı üç bucaqdırsa, kör bucaqlı üç bucaq. Kör bucaqlı üç bucağın bir bucağı nədir? Alfadan böyükdür. Zaten 90-dan böyükdür. Bir bucağı 90 dərəcədən böyükdür. Mən bir tərəfə 5 yazıram, bir tərəfə 7 yazıram, bir tərəfə isə x. Həmin bu x o aralıqda olacaq ki, baxın görürsünüz A ilə B-nin cəmi. Yəni 5 ilə 7-nin cəmi. Bu tərəfdə isə kök altda, baxın bu tərəf görürsünüz A kvadrat üstə gəl B kvadrat. Kök altda 5 kvadrat üstə gəl 7 kvadrat. Buna əsasən 11-lər və 10-lar baxsın, bunlara lazım olacaq. 5 ilə 7-nin cəmi 12, 5 kvadrat 25 üstə gəl 49. Deyəcəksiniz ki, müəllimə, bunu silim uşaqlar, şəkli üzrə tanıdınız. X 12, 25-in üstünə 49 gələndə nəsə kök çıxan bir ədəd alınmır uşaqlar. Mən də bunun fərqindəyəm. 70, oy, bunu qoyaq sonra. Kök altda 74 alınır. Amma və lakin 74-dən təxminən neçəsə çıxdığını siz bilirsiniz. 74-dən qabaq 64 gəlir, hansı ki 64-dən 8 çıxır. 74-dən sonra isə 9 gəlir, 74-dən sonra 81 gəlir, 81-dən nəsə çıxır, 9 çıxır. 74 64 ilə 81 arasındadır. Düz deyilmi 74? Bundan 8 çıxır, bundan da 9 çıxır kökdən. O zaman 74 8 tam onda neçədirsə. Məsələn 8 tam onda 4 yazın. X, bu da 12. Deməli x-in ala biləcəyi qiymətlər hansı olacaq? 9, 10 və 11. Məsələn, baxın bu qədər. Yəni bu misallara da diqqət edin. Alfa 90-dan böyük olanda belə gedirik. Alfa 90-dan kiçik olanda bəs necə olur uşaqlar? Yox. Alfa 90-dan kiçik ana. Alfa 90-dan böyüyü başa saldım. Alfa 90-dan kiçik qaldı uşaqlar. Birinci gəlirmiş. Alfa 90-dan kiçik olanda isə uşaqlar bu tərəfdə çıxma, bu tərəfdə isə kök altılar olur. Məsələn, amma burada uşaqlar artıq sizə deyəcəklər ki, mütləq şəkildə verəcəklər ki, alfa 90-dan kiçikdir. Tamam mı? Burada alfa böyükdür 90-dan olanda kör bucaqlı deyə bilirdim. Amma burada mütləq şəkildə alfa 90-dan kiçikdir şərtini verəcək sizə. 100%. İndi məsələn deyir ki, 3 bucaqda alfa 90-dan kiçikdir və tərəfləri də bunu da silərim buradan. Burada yazıram. Alfa 90-dan kiçikdir. Bura olsun 5, bura olsun 3. Məsələn, mən 3-cü tərəfi tapmaq istəyirəm. 3-cü tərəf üçün hansı şərtlər ödənəcək? Baxıram bura. Birinci nə gəlir uşaqlar? Çıxma. 5-dən 3-ü çıxıram. Bu bir tərəfdə isə kök altı kvadratlar. 5 kvadrat üstə gəl, 3 kvadrat. 2, x. 25-in üstünə 9 gəlində uşaqlar eləyir 34. Amma kökün altında. 2x və 34-dən təxminən 5,9 məsələn çıxsın. Yəni 36-ya gedir də 36-dan 6 çıxır. Amma 6 deyil də 36 deyil yəni. 34-də 5,9 olsun. Bu aralıqda aldığı qiymətlər hansı olacaq? 3, 4 və 5. Oldu uşaqlar. Və növbəti gəlirik iti bucaqlı üç bucağa. İti bucaqlı üç bucağın alfa 90-dan kiçiklə arasındakı fərq nədir uşaqlar? Alfa 90-dan kiçik bucağında məsələn sizə şəkli belə də verə bilərlər. Belə verərlər. Kör bucaqlı üç bucaqda düz deyil. Amma bu bucağı istəyərlər alfa 90-dan kiçik üçün. Və bu bucaq üçün şərti ödə. Amma iti bucaqlı üç bucaqda hər üç bucaq alfada, betada, qammada hamısı iti bucaq olmalıdır. Alfada, betada, qammada. Aydındır mı? Və bunun üçün şərtlər A kvar kök altda A kvar çıx B kvadrat və kök altda A kvar üstə gəl B kvar kimi olmalıdır. Yəni buna uyğun da yazaq. Nümunə kimi. Deməli 2, 3. Sadəcə olaraq 2, 3 olsun. Burada x olsun. Burada olsun iti bucaqlı üç bucaq. Və bunu sizə mütləq şəkildə bildirəcək ki, iti bucaqlı üç bucaqdır. İti bucaqlı üç bucaqdır və bunun üçün üçüncü tərəfi tapın. Üçüncü tərəf x, iki tərəfin kvadratın cəmindən kiçik, fərqindən isə böyük olacaq. X kiçikdir. 9-un üstünə 4 gələndə eləyir. Çox çəkdim. 13. 9-dan 4 çıxanda eləyir kök altda 5. Kök altda 5-dən uşaqlar təxminən 2,1 x, 13-dən də təxminən 3,5 məsələn. Bunlar arasında tam ədəd bir dənə
3-dür. Məsələn, başqa heç bir tam ədəd yoxdur, təəssüflər olsun ki. Amma belə təbii ki, 2,2 var, 2,5 var, 2,7 var, 3,1 var. Amma mənə tam ədədlər, mən yəni sizdən tam ədəd istəyirəm deyə tam ədədi mənə göstərməlisiniz. Bu da belə. Ümid edirəm ki, üçbucaq bərabərliyi aydın olub. Dediyim kimi 9'dar bir dənə bunu öyrənsin, birincini. Birincini çox qəşəng bir şəkildə öyrənsin. Digərləri ilə isə 10-cu sinifdə, 10-cu 11-ci sinifdə tanış olacaqsınız. Uşaqlar, mən hələ ki medianı keçməmişdən qabaq mən istəyirəm sizə bir neçə dənə suallar eləyək, misallar eləyək. Görək. Topluya baxaq bir, görək maraqlı suallardan nə var, onlardan eləyək. Məsələn bu, 15-ci sual. Bir çox uşağın demək olar ki, çətinlik çəkdiyi suallardan biri. Belə ki, uşaqlar, misalın üstündə işləyək, salamat. Baxın uşaqlar, bizə verib x düzdür. AB deyir 2'dir, BC deyir 3'dür, AD 3'dür, CD isə 6'dır. Həmin bu x tərəfini görürsünüz uşaqlar. Bu x tərəfi həm ABC üçbucağının ortaq tərəfidir, həm də ADC üçbucağının. Düzdürmü? Ona görə də indi hər iki üçbucaq üçün bərabərlik yazacağım. Mən birinci bu üçbucaq üçün bərabərlik yazıram. Deməli x 3 ilə 2'nin cəmindən kiçik, fərqindən isə böyük olmalıdır. Fərqindən isə böyük olmalı. Deməli 1, x və 5. Yəni x 1-dən 5 aralığında qiymət alır. X hansı qiymətlər alacaq? 2, 3, 4. Əla. İndi buradan da bu aşağıdakı üçbucaq üçün bərabərliyi ödəyirəm. X alacaq 6 ilə 3-ün cəmindən kiçik, 6 ilə 3-ün fərqindən böyük. O zaman 3 kiçikdir x-dən kiçikdir 9. Bu hansı qiymətlər alacaq? 4, 5, 6, 7, 8. 8 və son. İndi uşaqlar, hər ikisində ortaq olan qiymət hansıdır? Hər ikisində ortaq olan qiymət gördüyünüz kimi 4'dür. Deməli ki, x üçün ala biləcəyimiz qiymət hansı olacaq? 4. Və görürsünüz, fikir verin, burada da sizə ipucunun verilməsində qiyməti tapın. Qiyməti. Yəni bir dənə qiymət var, sən də onu tap, zəhmət olmasa. Bu belə. Sonra maraqlı suallardır. Bu sual var. Həqiqi ədədləri hələ keçməmişik, amma olsun. Sizə indi başa salacağım. Ha, bir də bu suallar var. Bunlara da baxarıq. Deməli, artıq bunu mən burada vərəqdə izah edəcəm. Aha. Deməli, uşaqlar, mənə 3 bucaq verib. 3 bucaq. Və burada alfa bucaq verib, beta bucaq verib və gamma bucaq verib. Mənə deyir ki, beta bucağı alfadan, o da gammadan böyükdür. Deməli, betanın qabağındakı A, B-ni də yazım. Deməli, betanın qabağındakı B də nədən böyükdür? Alfanın qabağındakı A-dan, o da böyükdür. Gammanın qabağındakı C-dən. Tərəflər haqqında bu məlumatı biləndən sonra modullara gedirəm. B çıx C, C çıx A, B çıx A. Uşaqlar, həqiqi ədədləri indi inşallah keçəcək, amma yenə də bu xırda məlumatları yadda saxlayın. Modullar açanda, xüsusilə də dəyişənlərdə birinci işarəni təyin eləməlisiniz. Tamam mı? İşarə müsbətdirmi, yoxsa mənfidir? Müsbət mənfi olmasını təyin edək, sonradan da necə açılır onu deyəcəm. B-dən C çıxıb. Baxın, məntiqlə fikirləşirsiniz. Məsələn, dəqiq demirəm uşaqlar. Məsələn, buna mən 5, buna 3, buna da 1 desəm, 5-dən 1 çıxanda bu necə olacaq? Müsbət ədəd olacaq, deyilmi? Məsələn, ha, dəqiq deyil bu. Ola bilər o 105-dir, ola bilər nə bilim 1 milyondur. Heç nə deyə bilmirəm. Tamam mı? Əsas məsələ məndə modulun işarəsini təyin etməkdir. Sonra C-dən A-nın çıxılması. C-dən məsələn 1-dən 3 çıxsa nə olacaq? Mənfi olacaq. Bu mənfi. B-dən A çıxanda isə nə olacaq uşaqlar? Müsbət olacaq. Modulun işarəsini təyin elədim. Bunlar artıq sildim. Modulun işarəsini təyin edəndən sonra müsbətləri olduğu kimi mənfiləri isə yerlərini dəyişərək açacağam. Yəni qarşısına birinə mənfi artırırıq da, sadəcə olaraq o uzun gedir. Yerlərini dəyişmə daha rahatdır. Müsbətdir də uşaqlar bu. Mən bunu elə necə çıxardıram? B çıxılsın C kimi. Üstəgəl bu mənfidir. C çıxılsın A yox, A çıxılsın C kimi baxıram buna. Oldu mu? Burada isə mənfi qoyuram, artıq mötərizə açıram. Müsbətdir, B çıxılsın A kimi çıxacaq. Amma bu qarşıdakı mənfi bunun içinə dəyib neyəcək? İşarəni dəyişəcək. İndi onu da növbətdə eləyəcəyik. B çıx A, yox. B çıx C, üstəgəl A çıx C, çıx B, üstəgəl A. B, bu da 2 dənə mənfi birləşdi, nə oldu? Üstəgəl oldu. A'lar, yox, A'lar getməsin. Nələr getsin silah? Bir dənə B-lər getsin. Bir mənfi B, bir də müsbət B. Bunlar getdi və mənə qaldı nə? 2 dənə A çıx, 2 dənə C. Baxın, 2C çıxması və həmçinin 2 dənə də A. Və salam. Cavab da bu şəkildə olacaq. Sonra
Məsələn, bu tip misala baxaq. 20-ci sual. Bilmirəm, bu sualdaydı, yoxsa bu sualdaydı. Uşaqlar, mənfi nəsə də var. Ona da bir baxarıq. Elə bunu, gəlin 21 yazıq. 8. Elə 10. X üstə gəl 5. Aha. 5. Deməli, uşaqlar, üçüncü tərəf həmin bu X üstə gəl 5. 10 ilə 8-in cəmindən kiçik. 10 ilə 8-in fərqindən isə böyükdür. İndi baxaq. X üstə gəl 5. Kiçikdir 18. Kiçikdir 2. İndi uşaqlar, istədiyim misal budur. İndi hər tərəfdən 5 çıxmalıyım ki, mən burada təkcə nəyi saxlayayım? X-i saxlayayım. X 18-dən 5 çıxıram. 13. 2-dən 1 çıxıram. Mənfi 3. Aha, əsas məsələ. Müəllimə X-in yerinə mənfi qoya bilməliyik axı, çünki o tərəfdir. Yaxşı, bəs sənin tərəfin X-dir ki? Xeyr, X üstə gəl 5-dir. Ona görə də X üçün mənfi qiymətlər ala bilərsən. X mənfi 1, daha doğrusu mənfi 2, mənfi 1, 0, 1, 2 və s. və axır neçəyə kimi? 12-yə kimi. Uşaqlar, yadda saxlayın. Sizin burada tərəfiniz təkcə X deyil ki, siz burada mənfilər qoya bilməyəsiniz və yaxud da ki, 0 qoya bilməyəsiniz. Sizin burada tərəfiniz X üstə gəl 5-dir. 5 də var orada. Ona görə, məsəl üçün, mənfi 2-ni yerinə qoysaq, mənfi 2-nin üstünə 5 gələn neçə eləyəcək? 3. Tərəf 3 ola bilər də, hər şey qaydasındadır. Başa düşürsünüzmü? Ona görə də bunlara diqqət yetirin. Yəni, mənfiləri o dəqiqə silim, yox eləyim, elə bir şey yoxdur. Yaxşımış olur. Tam qiymətləri tapın deyil. Ən böyük tam qiymət zaten 12-dir. Ən kiçik də neçə olacaq? Mənfi 2. Sonra. Yəni 23 tipliyə də baxaq. Məsələn, 23 tipli. X minus 1, 2x, x plus 4. Aha, indi bunun davamını gedək. Uşaqlar, burada bizə deyir ki, üçbucaq bərabərçiliyi deyil artıq, yəni o deyil. Sadəcə o axırda bir dənə onu yoxlayacağıq. Deyir ki, üçbucağın perimetri 21-dən kiçikdir. 21-dən kiçikdir. Üçbucağın perimetri üçün mən nə edəcəm? X çıx 1, üstə gəl 2x, üstə gəl, x üstə gəl 4. Bunları toplamalıyam da perimetri üçün, düz deyilmi? İndi deyir ki, 21-dən kiçikdir. Kiçikdir 21-dən. Tamam mı? Perimetr deyil 21-dən kiçikdir. Mən də perimetri tapmaq üçün tərəfləri topladım və 21-dən kiçik götürdüm. İndi baxıram x, 2x, x, 4x. Burada mənfi 1 var, burada 4 var. Burada üstə gəl 3, kiçikdir 21. 4x kiçikdir 21-dən 3 çıxanda eləyir 18. X kiçikdir 18, 4-ə bölürük. Yəni belə bölüm. X də kiçikdir. Bu 9 bölünsün 2 də olacaq 4,5. Məsələn. Deməli, x 4,5-dən kiçik ədədlərdir. Yəni, nə ala bilər? 1, 2, 3, 4. Bunları eyni ilə gətirib burada yazıram. 1, 2, 3, 4 ala bilər. İndi yerinə qoyuram. X-in yerinə, daha doğrusu, hədə x-in yerinə. X-in yerinə 1 qoyuram uşaqlar. 1-dən 1 çıxanda 0 eləyir axı. Tərəf 0 ola bilərmi? Xeyr. O zaman 1 getdi. Gəlirəm 2 qoyuram. 2-dən 1 çıxıram. 2 çıx 1. 1. 2-ni 2-yə vururam. 4. 2-nin üstünə 4 gəlirəm 6. Aha. İndi baxaq görə üçbucaq bərabərçiliyi ödənirmi ya yox? Baxın. Üçüncü tərəf iki tərəfin cəmindən kiçik olmalıdır. 1-in üstünə 4 gələndə 5 eləyir. 6 da 5-dən kiçik deyil. Tamam mı? Baxın 6 1 ilə 4-ün cəmindən kiçik və yaxud da ki, fərqindən böyük olmalıdır. Fərqindən böyükdür, problem yoxdur, amma cəmindən kiçik deyil. Çox təəssüflər olsun ki, 2-ni yerinə qoya bilmərik. Sonra gəldik nəyə qoyaq? 3'ü qoyaq yerinə. 3'ü qoyduq yerinə, bura eləyir 2, bura eləyir 6, burada eləyir 7. İndi baxıram, həqiqətən də 7, 6 ilə 2-nin cəmindən kiçik, 6 ilə 2-nin fərqindən böyükdür. Həmçinin təkcə 7 üçün yox, bütün tərəflər üçün ödəməliyəm. 6, 7 ilə 2-nin cəmindən kiçik, 7 ilə 2-nin fərqindən böyükdür. Və həmçinin 2 zaten məlum məsələ. Deməli, üçbucaq bərabərçiliyi ödənirsə, mənim aldığım cavablar hansı olmalıdır? 3 və 4. 3 ödənirsə, avtomatik 4 də ödənəcək. Sonra nə deyir? Bu qiymətlərin deyir cəmi. Baxın, görürsünüz, qiymətlər deyir. Qiymətlərin cəmi. 3 ilə 4-ün cəmi eləyəcək neçə? 7. Bu da belə. Yəni, sizə lazım olacaq 3 ilə 4. Hələ ki, bir də bu. 28-29 tipli misalı başa salın. Bunlar çətin görməyinə baxmayaraq çox asan misallardır. Bunlar asandır. Deməli, bunlara baxaq. Biraz uşaqların çalışdığı misallardandır.
28-ci sual. Ya da elə misalın üzərində baxaq. Aha. Deməli uşaqlar, baxırıq. AB-yə 8 verib. BC-yə 8 verib, BC-yə 14 deyir. Və bizə deyir ki, uşaqlar, bucaq B bucaq A-dan böyükdür. Baxın, bucaq B böyükdür bucaq A-dan. Tamam, B bucağı A bucağından böyükdürsə, B-nin qarşısına iki tərəf, A-nın qarşısına iki tərəfdən nə olmalıdır? Böyük olmalıdır. O mən bura x yazıram. Hələ x üçün üçbucaq bərabərsizliyini ödəyim. 14 üstə gəl 8. Burada da 14 çıx 8. X 22 ilə neçə arasında olmalıdır? 6. 6. İndi baxıram ki, uşaqlar, bucaq B axı bucaq A-dan böyükdür. O zaman B-nin qarşısındakı A-nın qarşısındakı böyük olmalıdır. A-nın qarşısında 14 qalıbsa, deməli B-nin ala biləcəyi qiymət 6-dan başlamamalıdır. Ən aşağı neçədən başlamalıdır? 15-dən. 15 alacaq, 16 alacaq, 17, 18 və 19, 20, 21 alacaq. Aydındır mı uşaqlar? Baxın, B bucağı A bucağından böyükdür. A-nın qabağında 14 qalıbsa, B-nin qabağında duran artıq 14-dən böyük olmalıdır. 15, 16, 17, 18, 19, 20, 21-ə qədər gəlməlidir. Başa düşdünüz necə? Bərabərsizlikdə onsuz da siz bilirsiniz ki, 22-dən kiçik, 6-dan böyük olmalıdır. Tamam. Amma burada da bucaqlara görə siz bilirsiniz ki, B-nin qabağındakı, A-nın qabağındakindən B bucağı A bucağından böyük olduğuna görə B-nin qabağındakı A-nın qabağındakindən böyük olmalıdır. Bunları yadda saxlayın. Bu da belə.